Sanders'da kanalıma xoş gəldiniz. Bu videonu sizə maşın auksionundan çəkirəm. Bir dostum məndən Azərbaycana göndərməyə bir maşın xahiş edib, Kia Sorento. Həm ona baxmağa gəlmişəm, həm başqa bir dostumun burada Amerikada maşın salonu var, avtosalonu var. Həm o da gəlib, o da özü üçün maşınlara baxır, maşınları seçir. Belə bu şəkildə həm gəzəcəyəm, həm maşınlara baxacağam, həm də sizə göstərmək istəyirəm. Baxa görə nə maşınlar var. Artıq mən içəri girmişəm, giriş bura dealership vəsiqəm olmalıdır. Çünki normalda auksionlara belə girib baxa bilmirsən. Amma Amerikada əgər dealerin varsa, gəlib baxa bilirsən. Bunu içəridə girəndə vəsiqəni, dealership vəsiqəni göstərirsən ya da skən edirsən QR kodu. Ondan sonra içəri girə bilirsən. Belə ətrafda fərqli seksiyalar var. A, B, C. Belə digər tərəflərdə də var. Mən C-dən başlayacağım. Çünki mən gələnə kimi dostum A və B-yə baxıb və orada Kia Sorento yoxdur deyir. Bir şəkildə buradan başlayıb sizə maşınları göstərmək istəyirəm. Həm maşınları göstərim, həm də ki sizə izah edeyim necə auksion işlədilir Amerikada. Bir saniyə. Bir əlimdə kofe, bir əlimdə kamera, bir əlimdə mikrofon. Bunları bir düz qoş eləyək. Kiminsə maşını bank maşınıdırsa ya da bir dənə Kia var orada, ona baxım. Kiminsə o bilmirəm, Kia Sorento necə olur bilmirəm, amma oxşuyur bu Kia Sorento'ya. Yenə də yaxınlaşaq baxaq. Kia Sport Sorento, hə, Sorento'dur. De bu. Deməli, kimin bank borcu var, kimin sahibi ölüb, nə bilim, bir şəkildə maşını pulunu ödəyə bilməyən, maşınını satan gəlir auksiyona çıxır və normalda bu kimi auksionlarda maşınların vuruğu olmur, yəni dəmirci zərbəsi olmur, amma bəzi auksionlar var ki, zərbəsi olan maşınlar da var, yəni avariya keçirmiş maşınlar. Bu maşının içinə baxaq görək necədir. Biraz ətrafında çəkək. Kia Sorento'dur da arxasına yazılıb. Mən bu maşını tanımıram çox da. Biraz için çəkək. Deməli, maşını xodladım. Maşınların hamısının içində açarı var. Bu şəkildə öz üstünə bağlayıblar. Açarınla götürdün, xodladın. Maşını test eləyirsən. Həmçinin indi ətrafda adamlara göstərəcəm. Bax. Bu OBD port, yəni üstü açıqdır. Belə bağlı olur da normalda. Gəlirlər, yoxlayırlar. Maşın hər hansı bir hasarı olubmu? Hasarı ya da ki, yəni motorunda hər hansı bir problem varmı, onu yoxlayırlar. Maşın alanlar normalda bunu yoxlayırlar. Bir problem çıxırmı deyə. Bunların qiymətləri barədə məlumat verə bilməyəcəm. Çünki qiymətlər auksion olduğu üçün oynanılan vaxtı bilinir. Yəni bəlli bir qiyməti yoxdur zaten. Başlanğıc qiyməti var və ondan sonra yavaş-yavaş artır. Burada qəşəng Ford Explorer var. Amma sizə deyə bilərəm ki, niyə belə oldu? Hə. Sizə deyə bilərəm ki, bu maşınların qiyməti bazar qiymətindən minimum maşının qiymətinə görə, məsəl üçün bir 10 minlik maşında, yəni bazarda 10 minə satılan maşın burada 6 minə, 7 minə satılır. Yəni 20 minə satılan maşın elə bir ki %30, %40 ucuz olur. Niyə belə göyü çəkirəm anlamadım. %30, %40 ucuz olur. Maşınların içini çəkməyəcəm, belə ümumi maşınları göstərim sizə. Necə maşınlar var. Baxdım ana xəyal. Hə.
Belə. Jeep. Hər çeşiddə maşın var, hər çeşiddə. Buradan normalda Azərbaycana gedən maşınları buradan aparmırlar, sərf eləmək çünki. Çünki Azərbaycana Amerikada vurğu olan maşınlar, yəni belə deyək də, Amerikada düzəldirməyi mümkün olmayan ya da çox baha rasxodu olan maşınları göndərirlər Azərbaycana. Çünki Amerikada onu bir dəqiqə göstərim sizə. Belə. Amerikada onu düzəltmək sərf eləmir, yəni heç bir şəkildə. Bu maşın 183, yox 18 min gedib. Ford Bronco. Hoşuma gəlir bu maşın. Ford Bronco. Belə, bunun böyükləri də var. Bunlar köhnə Ford Bronco'ların yenilənmiş versiyasıdır. 40 il sonra, hətta 40 ildən də çox uzun müddət sonra açıblar bunu. Yəni bir ara istehsalatı dayandırılmış maşındır. Sonra da yenidən davam elədilər. Jeep. Yəni bu Jeep'ə də baxalım da. Görün necədir. Xoşuma gəlir bu Jeep də. Jeep'in xoşuma gələn şeylərindən ən önəmlisi üstünü çıxarda bilirsiniz. Yəni üstünü açmaq olur. Bir də qapılarını çıxarda bilirsiniz. Qapısız olur. Belə içinə oturaq görək. Nətər bir şeydir. 2 dənə skorusu var. Jeep sevərlər. Rəylərə yazın mütləq. Hansı modeldir? Mən bilən Wrangler'dir. Hə. Elə mən aha. Burada 2 dənə skorusu var. Heç bir fikrim yoxdur. Bunu anladım ki normal skorusdur. Hə, bu da P-yə atırsan. Bunu amma bilmirəm nədir. 2H belə şeylər yazılır. Bunlar barədə də heç bir məlumatım yoxdur, amma məncə şüşələri açıb bağlayan bir şeydir. USB yeri var. Belə amma qəşəng maşındır, xoşum gəldi. Yəni bu saniyə sizin üçün. Kameranın lensini dəyişdirdim. Belə üstü tamamən dəmir. Dəmir deyil, fiberglass'dir. Üstünü açmaq mümkün olsun deyə yüngül materialdan düzəldiblər. Təkərini qurdalayan var, nə bilim. Hə, mikrofon biraz uzaqdadır. Hə, maşının üstü fiberglass'dir. Açmaq mümkün olsun deyə onu deyirdim. Hə. Chevrolet Silverado. Başka bir Jeep. Bu ondan biraz hündür görünür. Bunun içinde sigaret çekiblər, ne bileyim. Bunun anasını aladı böyle maşın. Diğer daha yaxşıydı. Bir de Amerika'da bu Jeeplərin qarşısına, torpedasına həmişə ördək şəkli qoyurlar. Audi Q7 Quattro. Mən Avropa maşınlarını sevirəm. Məncə bu Q7 deyil, Q8'dir. Buna bir baxaq görək. Oyda, smells good. Çox qəşəng iyi gəlir. Bunu şəklini çəkim mən alaram özümə.
Açdım yoku. Açılır. Şimdi dəri salon. Rahat yumuşaq maşındır. Climate control falan her şey böyle touch screen'dir. $74.000 gedib maşın cəmi. Maşın 74.000 gedib. Və keçək başqa maşına. How you doing, man? How are you? Good, good. Çiftlər orada park ediblər. Hyundai Santa Fe. Bu maşın Azərbaycanda olan maşınlardandır. Amma Santa Fe'nin bir dənə də modeli var. Biraz avtobusa oxşuyur, belə arxası düz. Buna oxşuyur biraz arxası belə. Onu görsəm sizə göstərəcəyəm. Yağ kimi maşındır. Hyundai'dan xoşum gəlmir. Nəyə görə xoşum gəlmir? Bir dənə maşında Hyundai var idi. 3 dəfə motorunu dəyişməli oldum. Sonra bir Türkə verdim. Şərəfsiz. Pulunu da vermədi. Hələ də pulunu verməyib. Yəni satmışdım. Şərəfsiz onun pulunu vermədi. Çox az. Yəni heç 4də birini məncə vermişdi ya verməmişdi. Sonra bir başqa türk var idi. Ona danışdım məsələni. Dedi ki, Amerikaya gələn türklərdən həmişə uzaq dur. Çünki əgər bir adam Türkiyəni tərk edib gəlirsə, deməli nəsə problemi var. Nəysə. Infiniti. Bu maşının köhnələri qəşəng idi. Bu sonradan zahir çıxdı. Bunlar Nissan'ın bir üst modelidir. Nissan şirkətinin. Bu içindəki iydən dayanmaq olmur. Bu çox pis iyi gəlir içindən. Çox iyrənc iyi gəlir. Elə bu tərəflərə gəldikcə biraz belə ölü maşınlar çıxır qabağımıza. Daha ucuz, daha belə keyfiyyəti aşağı. Burada bir dənə limo var. Onu da göstərim sizə. Burada BMW var. Mən bir BMW sürən olaraq BMW-ni xoşlayıram. Bu 328 olmalıdır, səhv eləmirəmsə. 320 X-Drive. Məndə X-Drive var bunun. Oha. Bunun eyni səs məndəki maşında da var. Hətta ona görə satıram. Səsinə görə satmıram, amma narahat eləyir məni. Bu səs nə səsdirsə, bu BMW-lərdə var. Xırıldayır belə. Bu qəşəng maşındır. Xoşum gəlir bundan. Yumuşaq maşındır. Çox da yumuşaq deyil, amma belə sürməyə dəyər maşındır. Belə fast balacalığına görə. Burada kiçik bir əziyi var. O da böyük bir problem deyil. Bu kimi maşın üçün. Burada Z4. Qırmızı rəngdə.
Buick. Z4'ün içine oturaq. Kofemizi də qoyaq başına. Salam aleyküm. Uy, çox dərindir. Aha. Əlim dəyib kameranın joystickinə, kamera biraz yuxarı qalxdı. Maraqlıdır. Bura tamamen manualdır. Sport Plus. Aşağı çıxmır yerindən neyəsə. Belə. Balaca bir açar var. Kofe için yeri. Burada. Çox kiçik maşındır. 2 nəfərlik maşındır. İçi çox belə sürücü üçün və qabaqda oturan üçün genişdir. Buradan görürsünüz yəqin ki. Amma arxaya döndünsə patpresə baxırsan birbaşa. Yəni belə kiçik maşındır ümumi götürəndə. Ha, bu maşının ilini demədim sizə. Bir dəqiqə. Belə diqqətinizi çəkən maşınlar olanda rəylərə yazın. Mütləq şəkildə sizin üçün ayrıca həmin maşınların videosunu çəkərəm. Hətta sürüb sizə test eləyə də bilərəm. 2015-ci model. Bunların hamısını burada sürə bilərəm mən. Heç bir problem yoxdur. Yəni sürməyə icazə verirlər. Hyundai Palisade. Bu bilmirəm Azərbaycanda var ya yox. Bunlar bir neçə ildir ki bazarda olan maşınlardır. Belə salonu geniş, qəşəng salonu var. Bir növ qəşəng də iyi gəlir içindən. 7 oturacaqdır. 2, 4, 6, 7. 7 oturacaqdır. İçində hətta 5 qəpik də var. 5 deyil, 1 qəpikdir. Qəşəng geniş salon maşındır. Dediyim kimi Hyundai ilə bağlı yaxşı təcrübələrim olmadığı üçün Hyundai'ların hamısını belə aparıb dərədən aşağı ataram yəni. Çox rahat, açmasız şəkildə. Bunlar dilərin öz maşınıdır, satılmır. Gedək. Burada bir dənə limo var. Limuzin. ...2003 model. Atasının adı nədir? Lincoln Town Car. Yəni sizə bunun içini göstərsin də qızınız. Sizə göstərim də bunun içini. Əgər açıqdırsa. Bu məncə göstərəcək əsas yeri arxasındandır. Gəldim bura. İçəridə otursan, şəkildə oturam. Oy. Burada stəkanlar özü üçün durub. Aşağıda buz yeri. Maşın içindən bir dənə iyi gəlir. Bir dənə ifunət iyi gəlir. Biabırçılıqdır. Burada oturdum. Ətrafında da yoldaşlar, kimlə parti eləyirsənsə, belə uzandın, nə bilim, yatdın, durdun, nə istəyirsən eləyirsən artıq burada. Başda radiosu, maqnitofonu, yuxarıda işıqları, qabağında
İçkisi. Keyfinə bax da, nə istəyirsən dayı? Şoförə darıdı. Deyirsən ki, sürxür dağına. Belə, qəşəng. Bu məncə limonun ən maraqlı yeri burasıdır. Heç sürücü oturacağı o qədər maraqlı olmaz sizə. Amma yenə də çəkim də. Lincoln'dur, prezident maşınlarındandır. Lincoln özü də Amerikanın prezidentidir. Olub yəni. Bura o qədər maraqlı deyil. Bir dənə burada şoför, bir dənə də yanındakı qoruman. Oy oy oy. Oy oy oy. Sizə deyim ki, bu oturacaq. Bulud deyə, bulud. Bu nə yumşaqlıqdır. Bir dənə də oturacağım. Oy oy oy. Çox ləzzətlidir də. Yəni belə bir şey yoxdur. Xodlayım da sizin xətrinizə. Motorumuz. Çox qəşəngdir. Lincoln. Sürməyi yox, arxada oturmağı çox zövq verir. Sürməyi üçün heç maraqlı deyiləm. Bir gün olacaq o arxada da oturacaq. Ona görə bugün sizin üçün video çəkirəm. Bir gün kameramanım çəkəcək sizin üçün videonu. Belə. Burada bu kimi vənlər var. Artıq bu tərəflərdə vənlərdir. Maşınlar dediyim kimi müəyyən bir ardıcıllıqla düzülməyib. Hansı necə gəldi, düzülüb. Məncə ardıcıllıq nəyə görədir? Bura parkinqə gətirməyinə görədir. Yəni satışa gətirirlər axı bunu hansısa ştatdan, hansısa şəhərdən. Bunları belə gətirməklərinə görə bu ardıcıllığı qoyublar. Yoxsa belə başqa bir fərqli ardıcıllığı yoxdur. Hər bir halda auksiyon budur. Gəlirsən Amerikada əgər avtosalonun varsa ya da ki belə kimsə xahiş eləyibsə, tanışlıqla girirsən içəri, maşınlara baxırsan, seçirsən, bəyəndiyini artıq onlayn oynayırsan, 4-cü günlər oynanılır. Hər auksiyon fərqlidir. Buradakı 4-cü günlər oynanılır mən bildiyim qədər. Oynayırsan, pulu nədirsə ödəyirsən, maşını gəlib götürürsən ya da əməkdaşlıq elədiyin şirkətlər varsa, şirkətlərə deyirsən ki, gəlsin götürsün, sənin obyektinə çatdırsın, sənin avtosalonuna çatdırsın və bu şəkildə. Belə. Biraz da xəyal axtarım tapım. Limuzini ona göstərmək istəyirəm. Görək nə deyir. Oy. Dönmür ha? Ah. Açamır. Onun için gerek yüzü açsın. Otur arkada. Get qabağa da, ürəkli olur. Partiyle ne olar da babam parti. 100%. Oy oy oy. Qəşəng. Neyse de otele bu kadar pul versen. Götürürlər yat da. Demek o İstanbul'un şeyi zaten şeydi. Stəkanlar, buzqabı. Hər şey var. Magnetofon. Kenwood. Qəşəng.
Can sağlık. Auksiyonu burada oynuyorlar. Qırğındır. Ha, xeyal. Maraqlıdır. Qırğındır burada. Xeyal. Mərzi oxuyur lan, bu nədir? O nədən oxuyur ha? Oy. Maşınlar gəlir, burada oynuyorlar. Nəsə danışır ha. Belə sürətli. Sən çox maraqlı bir şeydir. Dəhşət bir şeydir. Auksiyonda ilk dəfə də oluram, çox maraqlıdır. Here's 112.
Nasıl qiyməti? Süper qiymət. Öndə qırmızı. 50 deyim, drive 50 deyim. Sənin üçündəndir. Hatta drive 50'den şeylerden değil. Süper qiymət. Ha dostlar, bu arkamda gördüğünüz yerde maşın aksiyonu oynanılır, hem de online oynanılır. Hem bu biraz qabağa gedim, oradan göstereceğim. Bak gördüğüm bu arkadaki yer parkingdir. O parkingdən maşınlara baxırıq. Baxmaya da bilərsiniz. Online şəkilləri var, amma gəlib burada maşınlara baxa bilirsiniz. Maşınlara baxdın, sonra keçirsən içəridə oynayırsan. Əgər bu bölgədə yaşayansansa, normalda dealerlər, yəni maşın avtosalonları gəlirlər, burada maşınlara baxırlar, yoxlayırlar, test drive eləyirlər. Ondan sonra oynayırlar. Bu həm maşının keyfiyyətini yoxlayırsan, həm problemin olmadığını öz gözünlə görürsən, həm də ki yerdə oynayanda, online oynayandan daha üstünlüklər var. Çünki bura qədər gəlmisən deyə çox vaxt burada sənə üstünlük verirlər, güzəşt edirlər. Məsələn, kimsə səndən 300 dollar, 500 dollar çox veribsə online, yenə də sən uda bilirsən. Bəzi hallarda, bəzi maşınlarda qiymətə görə dəyişir. Ona görə çox vaxt adamlar gəlib burada oynayırlar. Yenə dediyim kimi, maşınlara gəlib birinci öz gözündən baxırsan ki, görək nə maşındır, nədir. Belə, çox maraqlıdır. Səs dəhşətdir. Sanki içəridə belə qırğın gedir. Bahalı maşınlar var, ucuz maşınlar var, hər çeşiddən, hər növdən maşınlar var. Bu maşın satılmadı, çünki 60 bin dollar istəyirdilər. Buna heç kim pul vermədi. Heç oynanılmadı, yəni gəldi, maşın belə bir fırlandı. Heç kim o təklif vermədi, ona görə də maşını alan olmadı. İlk dəfə də auksionda oluram. İlk dəfədir belə maraqlı, səs-küylü bir ortamda maşın oynanılmasını, yəni auksionun oynanılmasını görürəm. Çox sürətlə baş verir hər şey. Belə girdin, zaten eyni anda 4 maşın oynanılır. Sən nə var nə yox deyənə kimi maşın satılır. Ona görə çox burada ayıq olmalısan, diqqətli olmalısan. Və hazır olmalısan, hazırlıqlı olmalısan ki, maşını udmaq üçün şansın olsun. Çünki əvvəldən hazırlaşmalısan. Xəyal necə eləyir? Mən ona yaxşı fikir verdim. Xəyalın timi var. Yəni timi var deyəndə ortaqları var və gəlir maşına burada baxır və siyahını göndərir, hansı maşınları oynayacaq. Məsəl üçün burada maşınların görürsünüz, burada B42 və ya B13, nə bilim, burada B13 yazılıb. Hər maşının nömrəsi var, hamısının. Burada B36 falan. Bu maşınların nömrələrini göndərir, maşınların modellərini göndərir, bir-bir yoxlayır. Hansı işləyir, hansı yaxşıdır, yaxşı vəziyyətdədir. Bunların modellərini göndərir və bir Excel fayl tuturlar. Ondan sonra A, B, C, D kateqoriyası ilə oynayır hamısı. Və artıq maşınlar bir-bir içəri gələndə orada xəyal baxır, məsələn, görür ki, B30 oynanılacaq və hal-hazırda B29-dur. Bundan sonraki B30'a bu namizəd olmalıdır. Bu şəkildə bütün hamısını orqanayz eləyib və çox rahat şəkildə də oynayır. Hansı maşına nə qədər maksimum pul verməlidir, onu da öyrənib. Yəni bu göndərəndə, VIN nömrəsini göndərəndə artıq maşının vəziyyətini, onlayn vəziyyətini yoxlayırlar, maşını qiymətləndirirlər və maksimum nə qədər pul vermək olar qərarlaşdırırlar və buradakı auksion oynayana kimi qərar verib siyahını tutur və önündəki siyahıya baxıb oynayır. Bu arada mən elə bilirdim 4-cü gün olacaq oyun. Artıq bu günüymüş. Başqa auksiondan səhv salmışam və oyun belə. Hələ də
auksion oynanılır içəridə. Mən də çıxıram yavaş-yavaş. Bu qədər. Bu kimi videoları bəyənirsinizsə, mütləq şəkildə kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Hər hansı bir mövzuda video çəkməyimi istəyirsinizsə, rəylər bölümünə yazın. Çünki rəylər bölümündən keçən həftə bir video çəkdim və davamlı olaraq çəkmək istəyirəm. Yəni sizin rəyinizə, sizin sualınıza uyğun olaraq videolar çəkirəm və oradan götürürəm mövzuları. Bu da auksion əslində bir neçə ay əvvəl məndən istənilən mövzuydu. Bu günə qismət idi. Maksimum dərəcədə tezləşdirirəm. Görürsünüz ki, həftədə 2 dəfə video çəkirəm. Bu barədə də zəhmət olmasa sizdən heç bir pul tələb eləmirəm. Sadəcə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bunu xahiş edirəm. Çox sağ olun, özünüzə yaxşı baxın.